Quranda bir ayə var. Allah bir qövmün halını dəyişməz, onlar özlərini dəyişməyincə. Əllamə Təbətəbai bu ayəni belə şərh edir. İlahi feyz daim axmaqdadır, sadəcə qablar fərqlidir. Yəni iki insan eyni şey istəyir. Lakin varlıq uyğunluq qanunu ilə hərəkət etdiyi üçün, sən daxildə hansı mərtəbədəsənsə, o mərtəbəyə uyğun şeylər sənə yaxınlaşır. Bəzən insan istəyir, amma istədiyi şey onun üçün mərhələ sayılmır. Şəhid Mürtəza Mütəhərri yazır ki, təsəvvür istiqamət yaradır. İstiqamət əmələ çevrilir, əməl də səbəbləri dəyişir. Əgər təsəvvür nəfsin xəyali kompensasiyasıdırsa, yanğı yaradır. Əgər sakit şuurdan gələn niyyətdirsə, yol açır. Quran deyir, dünya həyatı aldatmadan başqa bir şey deyil. Əllamə Təbətəbai deyirdi ki, aldatma əşyanın özündə deyil, insanın ona həddən artıq dəyər verməsindədir. Ayətullah Behçət ağa deyirdi ki, Allah işarə edir, məcbur etmir. Fürsət gələndə insanın daxili hazırlığı yoxdursa, ya görmür, ya qorxur, ya da bəhanə axtarır. Quran buyurur, insan qarşısında olanı davam etdirmək istəyir. Ayənin təfsirində deyilir ki, insan axirətə inansa, məsuliyyət başlayır. Şəhid Mürtəza Mütəhərri deyirdi ki, axirət inkarı çox vaxt əxlaqi yükdən qaçışdır.